YouTube kanalı hissəsindən vurub YouTube kanalımıza keçid edə bilərsiniz. Hər imtahana qalan vaxt həmişə burada əks olunacaq. Onlayn yarış hissəsi var, maraqlı bir hissədir. Bu nədir? Giririk bura, aktiv olan yoldaşlara biz dəvət ata bilərik. Onlayn test hissəsindən siz magistr, dövlət qulluğu, ingilis dili və s. bunları işləyən demək olar ki, qəbul modelini əhatə edəcək və qəbula tam hazır sayıla bilərsiniz. Bu testləri işləmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Yuxarı sağ hissədə qeydiyyatdan keç hissəsi var. Daxil ol və qeydiyyatdan keç. Yəni göstərir ki, bu düzdür. Bunların da düz cavabları burada əks olunur. Burada o yanlış yazılan, yanlış bilinən sözlərdir. Məşhurlaşdı yoxsa məşhurlaşdı? LED tablarını necə rahat yadda saxlaya bilərsiniz, onun yoludur. View-nu basın, bura aktivləşsin, sonra sürüşdürün. Digər vacib isə shortcut-dır, qısa yollar. Misal üçün save as nədir? F12. Amma save as F12 basıram, götürür. Xoş gördük əziz tələbələr. Bu gün sizləri dərs videosu ilə deyil, yəni ondan da daha önəmli bir video ilə qarşılayıram. Deməli, bu gün sizə saytımızı izah edəcəm. Saytdan necə istifadə edə bilərsiniz, saytda nələr var. Yəni bunları sizə göstərəcəm bu gün. Deməli, bu saytımız 2017-ci ildən fəaliyyətdədir. Demək olar ki, dövlət qulluğu üzrə ilk sayt olaraq, yəni bizim sayt olub. Bəlkə də olub, amma xatırlamıram. Bizdən qabaq hansısa sırf dövlət qulluğu üçün olan belə testlərdən ibarət sayt. Saytımızda nələr var? Birinci bunlara keçid edək. Saytın adı testüyəsi.az-dır. Bu videoda da əks olunacaq. Saytda hələ ki bu menü hissəsinə gəlməmiş. Burada qısa müddətdə mobil proqram, yəni application-da düzəldəcək. Bundan da istifadə edə bilərsiniz. YouTube kanalı hissəsindən vurub YouTube kanalımıza keçid edə bilərsiniz. Hər imtahana qalan vaxt həmişə burada əks olunacaq. Hal-hazırda 13 gün 18 saat qalıb. Yəni bunu görüb depressiyaya girməyin, əksinə həvəslənib gedib daha da çox dərs oxuya bilərsiniz. Digər hissələrinə düşmürəm, buralara özünüz baxarsınız. Gələk yuxarı hissəsi. Onlayn yarış hissəsi var, maraqlı bir hissədir. Bu nədir? Giririk bura, aktiv olan yoldaşlara biz dəvət ata bilərik. Misal üçün, hal-hazırda Elnur Azaxanov aktivdir. Fən olaraq qeydiyyatdan keçəndə məntiq, qanunvericilik, informatika və az dil seçib. Biz Elnura hansısa fəndən yarışmaq istəyiriksə, Elnura dəvət göndəririk. Yəqin ki, hal-hazırda test işləyir, ona görə mane olmaq istəmirəm. Yarış göndərəndə ona məlumat gələcək ekranda ki, filan kəs səndən filan fəndən yarışmaq istəyir. Qəbul eləsəniz, hər ikinizə eyni vaxtda eyni 10 dənə sual açılır. Vaxt eyni olur və sual sayı eyni olur. Kim tez və daha çox doğru cavab versə, o qalib sayılır. Yəni, bütün fənlərdən tək saytda bunlar deyil. Sürücülük var, ingilis dili var, dünya görüşü var və s. Bir çox hissədən suallar var. Bu onlayn yarış hissəsidir. Onlayn test hissəsindən siz magistr, dövlət qulluğu, ingilis dili və s. belə şeylər. Əsas işimiz dövlət qulluğudur. Bu hissəyə daxil olasınız. Buradan informatika, qanunvericilik, məntiq, Azərbaycan dili və sınaqlar işləyə bilərsiniz. İnformatika mövzusunu hələ ki hamısını sildim. Yenidən sıfırdan yığılır və sırf qəbul modelləri əsasında testlər yığılacaq. Bunları işləyən demək olar ki, qəbul modelini əhatə edəcək və qəbula tam hazır sayıla bilərsiniz. Hal-hazırda 3 mövzu əlavə olunub. Demək olar ki, hər gün yeni mövzular, yeni suallar əlavə olunacaq. Bu testləri işləmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Yuxarı sağ hissədə qeydiyyatdan keç hissəsi var. Daxil ol və qeydiyyatdan keç. Əgər əvvəlcədən keçmişsə, login parolunuz varsa, bundan daxil ola bilərsiniz. Yox, saytın yeni istifadəçisinizsə, o zaman qeydiyyatdan keç düyməsini istifadə edirik. Misal üçün, bir dənə yaradıram, adını qoyuram. Təbriz 2. Fən olaraq hansı fənlər seçirsiniz? Bu fənlərin, belə deyək, test işləməyinizdə heç bir rol yoxdur. Sadəcə bayaqlar yarış göstərdiyim hissədə kimsə sənə dəvət atanda ki, hansı fəndən yarışaq, bax, buradan seçdiyiniz fənlər onlarda aktiv olacaq. Görəcək ki, sən hansı fənlər üzrə hazırlaşırsan. Burada bəzi hissələr var. Universitetinizi bura qeyd edirsiniz, ixtisasınızı qeyd edirsiniz, cins seçirsiniz, təvəllüd seçirsiniz, login, parol, şifrə və s. bunları qeyd edirsiniz. Əsas burada məsələ login paroldur. Sadəcə nə edirsiniz? Yəni, necə ki, Instagramda özünüzə login qoymursunuz. Misal üçün, Təbriz 123, Təbriz Salmanov, Salmanov 123, nə istəsəniz qoya bilərsiniz. O login parolu unutmayıb,
Sonra daxil olda istifadə edəcək. Qeydiyyatdan keçəndən sonra bu hissə gələcəksə, login parolu yazın. Mən öz login parolundan daxil olum. Sayta daxil oldum və yuxarı hissədə artıq sayta girdiyiniz əks olunacaq. Onlayn test bölməsindən baxsaq, burada informatikadan sınaqlar da var. Bunlar yenilənəcək tamamilə. Son qəbul modellərinə uyğun sınaqlar olacaq. Qanunvericilikdən mövzular əlavə olunacaq. Məntiqdən demək olar ki, mövzuların əksəriyyəti var. Yenə də yenilənəcək. Ən güncəl, ən son yenilənən informatika mövzulardır. Və bu yaxın müddətdə az dilinin bütün mövzuları da əlavə olunacaq. Və burada sınaq hissəsi var. Sınaqda isə bütün fənlər var sınağın içində. Misal üçün, buradan baxsaq, bunlar son qəbulların modellərinə uyğun sınaqlardır. Bu yaxınlarda AC sınağı da əlavə olunacaq. Deməli, daxil olursunuz. Burada ilk 3 reyting burada əks olunur. Ən çox bal yığan ilk 3 nəfərdir. Təbii ki, IP-nizi nəzərə alır. Yəni, girim əzbərləyib, sonra təzədən bir də girim yazım. Xeyr, yəni ilk girib işlədiyiniz test düşəcək bura. Fikir verin, bizdə yuxarıda 180 dəqiqə, yəni qəbula uyğun olaraq 3 saat vaxt verilir. Testlərin hamısını işləyirsiniz bu formada. Məntiq, informatika, bütün açıq suallar da var hətta. Bu formada bütün fənləri işləyəndən sonra çoxu qəbul modelidir. Bütün fənləri işləyəndən sonra bitir düyməsi vuracaq. Testi başa vur. Misal üçün, burada belə 1-2-5 yazıram. Testi başa vursaq, hər testin bizim ümumi balımızı hesablayır. Təbii ki, beyatısı açıq suallarda 2 baldan hesablayır. Deməli, keçid balı 84-dür. Biz bir düz cavabımız var. Balımız 1-dir. Və səhv cavab, yəni yazmadığımızla səhvləri ümumi hesablayır. Misal üçün, burada baxsaq, variant olaraq 1-3-dür. Amma biz digər variant yazmışıq. Və yaxud qapalı suallarda göstərəcək ki, siz bu suala cavab verməmişsiniz. Sualın düzgün cavabı D variantıdır. Və yaxud düz versək əgər, o zaman qarşısında əks olunacaq. Baxın, biri baxmadan yazmışıq, düz çıxıb. Yəni, göstərir ki, bu düzdür. Bunların da düz cavabları burada əks olunur. Bu olur bizim onlayn test bölməmiz. Burada düz yaz hissəsi var. Bu Azərbaycan dilinə aiddir. Söz ehtiyatı biraz burada çoxaldılacaq. Burada o yanlış yazılan, yanlış bilinən sözlərdir. Məşhurlaşdı, yoxsa məşhurlaşdı bu formada. Gələcək səhv, səhv və s. Deyək ki, bir yanlış seçsək, deyir, yenidən cəhd edin. Keçəcək, düz seçəndən sonra açılacaq. Bu formada nə edəcək? Sözləri öyrənə bilərsiniz Azərbaycan dilindən. Digər bir hissə, ən vacib hissələrdən biri puzzle və shortcutdır. Puzzle ümumiyyətlə saytın bütün əksər Azərbaycan tələbələrinin istifadə elədiyi bir hissədir. Bu lent tablarını necə rahat yadda saxlaya bilərsiniz, onun yoludur. Deməli, burada bir giririk Word-ə. Word-ün lent tablarını bilirsiniz ki, əzbərləmək çox çətindir. Nə hardadır, hansı şəkil, hansı lent tabındadır. Bunu sizə çox asan bir vəziyyətə salmışıq. Bu formada siz 20-30 dəqiqə bütün lent tabını əzbərləyə bilərsiniz. Deməli, baxırıq, page bu hissə vertikal olan view-dadır. Belə atmayın, getməyəcək. View-nu basın, bura aktivləşsin, sonra sürüşdürün. Window bu da view-dadır. Bunu bundan qabağa və s. atmağa çalışmayın. Boşluğa buraxın, öz yerini tapacaq. Insert footnote, bunlar referensdədir. Text insertdədir. Editing home'dadır. Fikir versiniz, hər dəfə lent tabını vurub sürüşdürürəm. Bir dənə bu puzzle-ı telefonlar demək olar ki, dəstəkləmir və yaxud da ki, çox çətin dəstəkləyir, yorur adamı. Planşet və notebooklarda çox rahatdır. Bu formada hamısını sürüşdürə bilərsiniz. Bu formada belə sürüşdürürəm. Bax, bunu qabağa atmayın. Atın özü yerini tapacaq. Üstünə atmayın. Üstünə atsanız xəta verəcək. Və bu mailingidir. Deyək, mən bunu referensi atsam, yenə xəta verir. Layout atsam, xəta verir. Getmir ki, səhv öyrənməyəsiniz. Yəni, yadınızda səhv qalmasın. Ta ki, düz tapana qədər xəta verəcək. Online video insertdədir. Dizayn atmaq istəsəm, getməyəcək. Amma insert atanda gedəcək. Və sizin xətalarınız burada əks olunacaq. Neçə dənə xəta elədik. Bunun hamısını, bütün lent tabları burada var. Tam formada bura yerləşdirəsiniz. Ola biləcək ki, ilk dəfə bir 100 xətanız 120 olur, sonra düşür 60-a, 30-a, 20-yə, bir də baxasınız ki, 0 xəta var.
İstənilən vaxt yenidən başlat düyməsindən istifadə edə bilərsiniz. Və bu tam formada random qarışdırır ki, yadınızda qalmasın birinci hardaydı kimi. Görürsünüz, tam formada qarışdırır. Bunun Word-ü də var, Excel-i də, PowerPoint-i də, Windows-u da. Digər vacib isə shortcut-dır, qısa yollar, klaviatura kombinasiyaları. Bunu da əzbərləmək bilirəm çətindir, onun üçün isə daha əyləncəli vəziyyətə salmışıq. Burada misal üçün Word level 1. Levelına görə dəyişir. Yəni level 1, level 2, level 3 var. Misal üçün save as nədir? F12. Mən gəlib Ctrl-B bassam, görürsünüz, götürməyəcək. Amma save as F12 basıram, götürür. Ctrl-X nəyindi deyək? Atım. Görürsünüz. Bu formada düz yığa bilərsiniz. Shift F3 change case-dir. Ctrl F4 close-undur. Bu formada. Təbii ki, level'lar artdıqca bu formada. Level'lar artanda artıq daha çətinlərdir. Bax, dəfələrlə buradan qəbula sual düşüb. Ctrl F1 ribbon aktiv deaktiv eləməkdir. Daha doğrusu Shift Alt yuxarı, abzası bir mövqe yuxarı qaldırmaq. Bax, qəbul suallar. Bunlara diqqət edin. Shift Delete o Windows'da belə deyək, faylı zibil qutusuna düşmədən silirdi. Amma Word-də Shift Delete kata bərabərdir. Bunlara diqqət. Shift Insert o da nəyə bərabərdir? Paste-də. Bunlar 3-cü level, yəni ən çətin testlərdir. Kombinasiyalar. Word Excel-inki var. Yəqin ki, vaxt eləyib PowerPoint və Windows-da əlavə eləyəcəm. Bu formada əsas hissələr bundan ibarətdir. Bu formada saytdan istifadə edə bilərsiniz.